Növbəti izahımız cinsiyyət sisteminə aid olacaqdır. Burada ilk öncə onu deyim ki, imtahana daha çox gələn, istisnasız hər il bütün birinci şans, ikinci şans imtahanına düşən suallar əsasən cinsiyyət sistemi ilə əlaqəlidir. Qadınlarda cüt orqanlar, tək orqanlar, erkəklərdə cüt və tək orqanlara gəlin baxaq. Qadınlarda cüt cinsiyyət orqanlarına 2 ədəd yumurtalıqlar, yumurta çıxarıcı borular və yaxud da bunlara uşaqlıq boruları da deyilir. Bunlar cüt orqanlardır. Deməli, yumurtalıqlar və yumurta çıxarıcı uşaqlıq boruları cüt orqanlardılar. Uşaqlıq tək orqandır. Uşaqlıq boynu və uşaqlıq yolu da tək orqandır. Kişilərdə isə toxumluqlar və toxum çıxarıcı kanallar cüt orqanlardır. Toxum kisəcikləri, prostat vəzi və xarici cinsiyyət orqanı isə tək orqanlara aiddir. Bizdə mayalanma harda gedə bilər, soruşa bilər. Mayalanma harda gedir və yaxud da orqanizmin başlanğıcı harda qoyulur? Bu, uşaqlıq borularında baş verir. Sonra bizdən soruşa bilər, kombinativ dəyişkənlik haralarda baş verə bilər? Kombinativ dəyişkənlik fərqli formaların ortaya çıxmasıdır. Bir, meyozun birinci profazasında baş verə bilər. Meyoz harda gedəcəkdir? Yumurtalıqlarda gedə bilər. Bir, yumurtalıqlarda yumurta hüceyrənin yaranması zamanı kombinativ dəyişkənlik gedə bilər. Bir də qametlərin təsadüfi birləşməsi zamanı mayalanma prosesi, yəni uşaqlıq borularında ikinci kombinativ dəyişkənlik baş verə bilər. Deməli, kombinativ dəyişkənlik bir yumurtalıqlarda qametin əmələ gəlməsi zamanı, bir də zigotun əmələ gəlməsi zamanı uşaqlıq borularında baş verə bilər. Mayalanma dedik ki, uşaqlıq borularında baş verir. Zigot alındıqdan sonra rüşeym burada 4-5 gün boyunca hərəkət edir. 4-5 gün boyunca hərəkət etdikcə bizim alınmış zigotumuz uzununa, eninə, uzununa və eninə olmaqla bölünməyə başlayır. Bu zaman blastomerlər əmələ gəlir. Blastomerlərin sayı artdıqca onların ölçüləri kiçilir. Daha sonra mayalanmış yumurta hüceyrə 4-5 gün müddətində inkişaf edərək gəlir düşür uşaqlığa. Uşaqlıqda 2 gün sərbəst üzdükdən sonra uşaqlığın ən qalın divarına implantasiya edir, yapışır və beləliklə necə deyərlər, rüşeym dövrü başlayır. Rüşeym dövrü 2 ay çəkir. Rüşeym dövrü 2 aydan sonra 7 ay isə döl dövrü çəkir. Döl dövründə artıq burada göbək plasenta belə deyək də cift əmələ gəlir və cift vasitəsilə rüşeym dölə çevrilir və beləliklə orada inkişaf etməyə başlayır. Qeyd etdiyim kimi 2 ay rüşeym dövrü, 7 ay döl dövrü olur. Sonra burada bəzi demək istədiyim qeydlər var. Yeni dünyaya gəlmiş qız uşağında, belə deyək də, bir qadında ortalama 350-500 yumurta hüceyrə yetişə bilər, ovulyasiya baş verə bilər. Bir ildə 13 dəfə aybaşı olur. Bir qadın həm sağ, həm sol yumurtalıq nəzərə alınaraq. Daha sonra qeyd edə bilərəm ki, hamiləlik baş verməyibsə, sarı cisim 14 gün hormon buraxır. Hamiləlik baş verməyibsə, əgər hamiləlik baş veribsə 3 ay müddətində sarı cisim hormon buraxır. Cift 4-cü aydan başlayaraq 3-cü aydan inkişaf eləyir. 4-cü aydan hormon buraxmağa başlayır. Cəmi 6 ay hormon buraxır. Bəzən uşaqlar düşünür ki, 4-cü aydan hormon buraxmağa başlayırsa, hamiləlik 9 aydırsa 9-dan 4 çıxın 5 ay. Xeyr, bu yanlışdır. 4-cü aydan 3-cü aydan inkişaf eləyir. 4-cü aydan hormon buraxmağa başlayır. Cəmi 6 ay hormon buraxmış olur. Bu hissələri özünüzdə qeyd götürsəz lap yaxşı olar. Çünki imtahana buralardan sualların gəlmə ehtimalı yüksəkdir.